Salam dəyərli izləyicilərim. Bugün az ərzaqla çox ləzzətli aladik reseptini sizinlə paylaşacağım. Gəlin videoya keçək. Ərzaqların miqdarını açıqlamada sizlər üçün qeyd edəcəm. Mən sizlərin vaxtını almamaq üçün ərzaqları doğrayıb hazır etmişəm. İndi hazırlamağa başlayıram. Əvvəlcə 2 ədəd yumurtanı qaba əlavə edib çırpıcı ilə yaxşıca çırpıram. Yumurtanı yaxşı qarışdırdıqdan sonra üzərinə 1 stəkan qatığı əlavə edərək yaxşıca qarışdırıram. Daha sonra ədviyyatlarını əlavə edirəm. Zövqə görə duz, istiot, yarım çay qaşığı çay sodası əlavə edirəm və yenə də yaxşı qarışdırıram. Sonra bibəri əlavə edirəm. Biberdən sonra pomidoru əlavə edirəm. Bütün ərzaqları əlavə etdikcə yaxşı qarışdırmaq lazımdır. Daha sonra kalbasanı əlavə edirəm. Sonra pendiri əlavə edirəm. Və ən sonda 1 stəkan un əlavə edib yaxşı qarışdırıram. Unu az əlavə etmək lazımdır ki, düyünlər olmasın. Əvvəlcə yarım stəkan unu əlavə edirəm, daha sonra biraz əlavə edirəm, az əlavə edərək ununu yaxşı qarışdırıram. Xəmir hazır olduqdan sonra tavanı ocağın üzərinə qoyub, içərisinə biraz bitki yağı əlavə edirəm və tam isindikdən sonra qarışımdan gördüyünüz kimi qaşıqla yağın içərisinə əlavə edirəm. Hər iki üzünü çevirərək yaxşıca qızardıram. Hazır olduqda mətbəx salfetinin üzərinə yığıram ki, artıq yağlarını salfet çəksin. Ləzzətli aladiklərimiz hazırdır. İzlədiyiniz üçün təşəkkür edirəm. Videonu bəyənib like etməyi unutmayın. Hələlik.